Salam uşaqlar, bugün sizinlə Robloxda sizə oyundakı evlərimi göstərəcəm. Dəqiqə oyun açılsın. İstəsəniz bu oyuna girin, ikimiz yəni sizlərlə birlikdə oynaya bilərik. Sizə maşınlar verə bilərəm bu oyunda. Dəqiqə oyunun səsini alım. Oyunda hər ikində 3-cü evimi tikirəm burada. 3-cü evimi tikirəm. 2 milyon pul yığılıbdır burada. Evlərim bunlardır. Hər 3-cü evin 178-ni tikmişəm. Gəlin tikdiyim birinci evə baxaq. Burada da 2 milyon yaxın pul yığılıb. Evimizin girişi buradandır. Buradan giririk. Burada stol var, kuxnamız var. Burada maşınlarımızı saxlayırıq. Maşınlarımı da birazdan göstərəcəm. Sonra burada zal var. Sonra havuz var, havuzda üzmək olur. Beləsinə. Burada otura bilirik. Burada oturmaq olur. Beləsinə balkonumuz var. Gəlin aşağı mərtəbəni göstərim sizə. Burada bir dənə şöminəmiz var, burada otura bilərsiniz. Burada bowling oynayırlar. Burada da oturup bowling oynayanlara baxırlar. Burada sinema izləmək olur, oturup beləsinə. Sonrasında burada oyun mərkəzimiz var. İstədiyiniz oyunları oynamaq olur. Yəni qısası var evdə, otel kimi bir yerdir, ancaq evdir. Burada oturmaq olur, televizor baxmaq olur. Burada kupalar var. Hamam, tualet, beləsinə. Sonra burası belə otaqdır, elə belə. Burada da oturmaq olur, şömilənin yanında, yəni ocağın yanında. Sonrasında başqa nə var? Burada idman yeri var, idman eləmək olur. Beləsinə idman eləmək olur. Burası balkonda bir gəldik bura. Aşağı mərtəbə beləsinədir. Yəni aşağı mərtəbə, burada piano da çalmaq olur. Aşağı mərtəbədən çox xoşum gəlir həmişə. İndi üst mərtəbəni göstərim sizə. Həmçinin burada bizim balıqlarımız da var. Dəqiqə ekran uzaqlaşdı. Burada balıqlarımız da var. Dinozor yeri var burada. Skelet almışıq. Gəldik ikinci mərtəbəyə. Bayaq getdiyim yer padval kimi yer deyə bilir. Bura yataq otağıdır. Çoxlu yataq otağı var. Biri budur. Yataq otaqlarının biri, yox, bura hamamdır. Burası hamamdır. Burada çimmək olur. Burası da yataq otağıdır. Beləsinə oyuncu otağı kimidir belə. Burada da oturmaq olur. Beləsinə kompüter oynamaq olur. Beləsinə də bura beləsinədir. İkinci mərtəbənin bu tərəfi belədir. Buradan balkona çıxmaq olur. Bura birazdan gələcəm. Burada beləsinə otururlar, belə söhbət edirlər. Burada da yeni başqa cür bir hamamımız. Burası isə başqa bir belə geyinmə otağımızdır. Gəlin burada balkona çıxaq. Burada balkondur. İstədiyiniz yerə gedə bilərsiniz. Burada otura bilərsiniz istəsəniz belə. Beləsinə burada otura bilərsiniz. Yəni birinci evim belədir. Birinci evimdən mənə çox xoşum gəlir. Ancaq bu evdən də yaxşı evlərim var. Yəni ikinci evim falan bu evdən yaxşıdır. Həmçinin çoxlu beləsin qapılar var. Hərdən keçmək olur. Gəlin də ikinci evimi göstərim sizə. İkinci evim də buradadır. Bu ev digərinə baxanda daha böyükdür. Bu evə indi girdiyimdə hələ ki indi pul yığılmağa başladı. Bu ev də həmçinin 2-3 mərtəbəlidir. Altda da bir dənə də mərtəbəsi var. 4 mərtəbəli sayılır. Birinci evdə sizə
tenis salonu göstərmək yadımdan çıxdı bir dəqiqə. Birinci evdə mənə tenis salon var, tenis. Baxın, burada tenis salon var, birinci mərtəbədə. Birinci evimdə. Burada adamlar tenis oynaya bilir, benzinə. Həmçinin maşınlarla ümumiyyətlə burası şəhərdə, hamının ev var burada. Həmçinin burada şəhərdir. Şəhərdə maşınlarla gizlən qaçıq falan oynamaq olur. Çox maraqlı oyundur. Maşınlarımı gəlmişkən göstərim sizə. Maşımın biri budur. 135 minə almışdım, 130 minə benzinə bir qiymət almışdım. Rəngin özüm benzinə biraz vermişəm. Disklərini dəyişdirmək olmur, ancaq diskin rəngini dəyişdirmək olur benzinə. Belə. Yox, bu maşının rəngidir. Ayda, maşının rəngi sıfırlandı. Heç nə olmaz. Dəqiqə. Məsələn, rəngi benzinə qalsın, biraz da mən dəyişdirərəm sonra. Həmçinin burada parlaq, mat kimi benzinə eləmək olur. Üstünü də şey eləmək olur, belə alovlu falan. Amma mən eləmirəm. Benzin yaxşıdır. Diskindəki rəngini ağ eləmişəm. Maşına bu maşını burada saxlayayım ki. İndi o birisi maşını göstərim. 3 tane maşın var. Üçüm yan-yana qoymuram, çünki biri gedəcək. Bir maşın budur. Diğer maşın budur. Ən sevdiyim maşın budur. Bu maşını da 295 min almışdım. İçini özüm qırmızı eləmişəm. Rəngini də qapqara eləmişəm. Ancaq gecələri mavi til olur biraz. Disklərini də ağ da eləmişəm həmçinin. Baxın, buradakı maşın getdi, çünki 2 tane maşın yanına alınır. Maşınımızı burada saxladıq. Üçüncü maşınım, ən bahalı maşınım, 200 min almışam. Bir dəqiqə, bu N4 Champion. Bunun rəngini təzə dəyişdirmişəm, içini özümdən önce eləmişəm. Diskini mən bu rəngə eləməmişdim, diskini gözlüyünü dəyişdirim. Diskini ağ rəngə eləyək. Bu çox qəşəng maşındır, yəni vid baxımından çox yaxşıdır. İçini narıncı elədim. Belə. Yaşıl rəng özü bu maşına yaraşır belə. Maşınımızı burada saxlayaq. Və gedək indi ikinci evimizə baxmağa davam edək. Məncə bu günlük bu qədər bəsdir. İkinci evimi digər videoda tanıdacağım sizə. Sağ olun, salamat qalın.